Unique Travel ilə tur paketləri necə axtarmaq və sifariş etmək olar? Bu videoda biz sizə dinamik paketləri necə tez və asan axtarmağı izah edəcək, Unique Travel ilə tur paketlərinin bron edilməsinin üstünlüklərindən danışacaq və bundan necə qazanc əldə edə biləcəyinizi göstərəcəyik. Səyahətiniz üçün lazım olan bütün turizm məhsullarını bir kliklə necə möcüzəyə çevirib sifariş etmək olar? Bizim cavabımız var. Bu tətil səyahəti axtarışı adlanır. Burada siz dünyanın istənilən nöqtəsindən istənilən istiqamətə bir neçə dəqiqə ərzində unikal və sərfəli dinamik paketlər sifariş edə bilərsiniz. Xüsusilə diqqətinizi digər tur operatorlarının blok və ya charter uçuşlarının olmadığı yerlərdən yola düşən dinamik paketlərə yönəltmək istəyirik. Siz özünüz də görəcəksiniz ki, bu aviabiletləri və otelləri ayrı-ayrılıqda sifariş etməkdən daha sərfəlidir. Üstəlik, səfərlərimizin qiymətinə tibbi sığorta da daxildir. Həmçinin istənilən vaxt dinamik paketlər üçün öz komissiyanızı təyin edə və ya konkret sifariş üçün lazım olan komissiyanı hesablaya bilərsiniz. Bunun necə işlədiyinə baxaq. Yola düşmə və çatma nöqtənizi seçin, hava limanı və ya şəhər göstərə, istəyə görə yaxınlıqdakı hava limanlarını da əlavə edə bilərsiniz. Həmçinin bir neçə yola düşmə və gəliş nöqtəsi, hətta bütöv bir ölkə, məsələn İspaniya və ya region, məsələn Avropa seçmək mümkündür. Əgər hələ hara gedəcəyinizə qərar verməmisinizsə və müxtəlif istiqamətlər üzrə qiymətləri öyrənmək istəyirsinizsə, istənilən yerə seçimini edin. Nəticələrdə seçdiyiniz yola düşmə nöqtəsindən mövcud bütün uçuşlar və göstərilən gecə sayına uyğun otellər, bu halda qiymət 2 nəfər üçün 7 gecə uçuşlar daxil olmaqla göstəriləcək. Bundan əlavə, xəritədə tapın funksiyasından istifadə edə bilərsiniz və sistem seçilmiş nöqtədən 500 metr ilə 10 kilometr radiusda yerləşən otelləri taparaq həmin yerə ən yaxın hava limanlarından uçuşları təklif edəcək. Gəlin, Varşavadan Portuqaliyaya mövcud tur paketləri tapaq. Səyahətinizin başlama tarixini seçin. Bu, dəqiq bir tarix aralığı və ya bütöv bir ay ola bilər. Səyahətinizin müddətini göstərin, gecə sayı və ya dəqiq dönüş tarixi. Standart olaraq uçuş sinfi ekonom olaraq təyin edilib, lakin siz bunu daha yüksək sinfə dəyişə bilərsiniz. Sərnişin sayını seçin. Ehtiyac olarsa, əlavə axtarış filtrlərindən istifadə edə bilərsiniz. Aviaşirkət, otel kateqoriyası, yemək planı, pulsuz ləğv, yalnız baqaj ilə və yalnız birbaşa uçuşlar. Əsas axtarış səhifəsində diqqətinizi satışlar bölməsinə yönəldin. Burada Unique Travel ən aşağı qiymətlərlə dinamik paketlər təklif edir. Bütün tələb olunan parametrləri daxil etdikdən sonra axtarış düyməsini basın və mövcud paketlərin siyahısına keçin. Əgər təyinat yeri olaraq dəqiq bir şəhər əvəzinə ölkə seçsəniz, sistem sizə həmin ölkə daxilində bir neçə istiqamət təklif edəcək. Marağınızı çəkən istiqaməti seçin. Nəticələrə siyahı şəklində baxa bilərsiniz. Və otellərin xəritə üzərində yerləşməsini yoxlaya bilərsiniz. Həmçinin nəticələri, məsələn, qiymətə, rəylərə və ya təchizatçının verdiyi maksimum endirimin miqdarına görə çeşidləyə bilərsiniz. Standart olaraq nəticələr tövsiyə olunanlar parametrinə görə göstərilir. Bunlar sistem tərəfindən aşağıdakı meyarlara əsasən sıralanmış otellərdir. Agentlər tərəfindən ən çox bron edilənlər, yüksək reytinqə, o cümlədən agent rəylərinə malik olanlar və ən yaxşı qiymət, keyfiyyət nisbətinə sahib olanlar. Sol tərəfdə müxtəlif filtrlər mövcuddur. Gediş və gəliş vaxtını seçmək, yemək planını təyin etmək, yalnız böyüklər üçün otelləri, ev heyvanı dostu otelləri, xizək xidməti olan otelləri, mini mətbəxli, çimərlikli, hovuzlu otelləri və digər filtr seçimlərini tətbiq etmək mümkündür. Təklifin içində yerləşmə, yemək planı və uçuş haqqında məlumatları tapa bilərsiniz. Üzərinə klikləməklə daxili və əlavə baqajla bağlı detalları görə bilərsiniz. Uçuşu yan paneldəki filtr vasitəsilə dəyişdirmək və ya bron zamanı başqa uçuş seçmək olar. Əlavə baqajı bron zamanı və ya sorğu yaradıldıqdan sonra ayrıca mövcud bronunuza əlavə edə bilərsiniz. Otel şəkillərini, təklifin qiymətini və sairə görə bilərsiniz. Sistem qiymətləri eyni vaxtda iki formatda, xalis və ümumi, net və brüt göstərir. Bu seçimi şəxsi kabinetinizin komissiya və üzərinə əlavə etmələr bölməsindən tənzimləyə bilərsiniz. Aviaşirkət qaydalarına görə bütün uçuş biletləri bron yaradıldıqdan sonra 2 saat ərzində ödənilməlidir.
Qaytarılmayan tariflərdə bu müddət ərzində bütün məbləğin ödənilməsi tələb olunur. Çevik ləğv tarifində isə yalnız uçuş bileti 2 saat ərzində ödənilir, qalan hissə isə göstərilən son ödəniş tarifinədək ödənə bilər. Bu otel siyahısını bir kliklə Facebook-da dərc edə və ya linkini göndərə bilərsiniz. Bu siyahıdan seçilmiş dinamik paketlər toplusu yarada bilərsiniz. Bunun üçün çamadan ikonuna klikləyib bu dinamik paketi mövcud seçməyə əlavə edin və ya yeni seçim yaradın. Sonradan bu seçimi müştəriyə göndərmək mümkündür. Otelin təqdim etdiyi bütün qiymətləri görmək üçün bütün otaqlar və qiymətlər düyməsinə klikləyin. Və ya otelin səhifəsinə keçərək daha ətraflı məlumat əldə edin və lazım gələrsə uçuşunuzu tam fərdiləşdirin. Bu səhifədə seçilmiş dinamik paketlərin linkini kopyalayıb, sosial şəbəkələrdə paylaşıb, təklifi mətn formatında və ya şəkil kimi kopyalaya bilərsiniz. Bu bölmədə qalma müddətini və qonaq sayını dəyişmək mümkündür. Təqvimdə qiymət trendlərini və müvafiq tarif intervalı üçün ən aşağı qiyməti görə bilərsiniz. Bütün mümkün uçuşlara baxmaq və lazım gələrsə başqa uçuş seçmək üçün uçuşu fərdiləşdir düyməsinə klikləyin. Əlavə filtrlərdən istifadə etmək və otaq növünə görə qruplaşdırma aparmaq mümkündür. Otellə bağlı rəyləri təkcə Booking.com və TripAdvisor'dan deyil, həm də Unique Travel ilə işləyən və etibarlı ilan digər agentlərin səmimi rəylərindən oxuyun. Bu üç mənbənin rəyləri obyektiv otel reytingi yaradır. Mütləq yerləşmə şərtləri bölməsinə baxın. Burada əlavə ödənişlər, vergilər, giriş-çıxış vaxtları və otellə əlaqə məlumatları göstərilir. Qiymət seçimlərindən birini seçin və rezerv et düyməsinə klikləyin. Bron etmə səhifəsində seçilmiş uçuş haqqında məlumat, başqa uçuş seçmək imkanı və seçilmiş otel detalları göstərilir. Sağ sütunda qiymət bölgüsü, ödəniş şərtləri və ləğv qaydaları yer alır. Bu bölmədə səyahətin ləğvi sığortası və otelə oteldən transfer xidmətini əlavə edə bilərsiniz. Hər bir səyahətçi üçün məlumatları beynəlxalq pasportlarına uyğun olaraq daxil edin. Məlumatları diqqətlə doldurun, çünki pasport məlumatlarında dəyişikliklər aviaşirkət qaydalarına tabedir və bəzi hallarda əlavə ödəniş tələb oluna bilər. Lazım gələrsə, bütün və ya müəyyən sərnişin üçün baqaj əlavə edin. Ödəniş üsulunu seçin, agent vasitəsilə və ya səyahətçi tərəfindən. Endirim kuponunuz varsa və bron şərtlərinə uyğundursa daxil edin. Zərurət olarsa, agent komissiyanızı azalda və ya artıra tənzimləyə bilərsiniz. Əlavə otel tələbləriniz, məsələn, birinci mərtəbə otağı, eyvan və ya ayrı çarpayılar varsa, təqdim olunan variantlardan seçin və ya tələbinizi ingilis dilində təsvir edin. Biz oteldən mümkün olduqda bunu təmin etməsini xahiş edəcəyik. Həmçinin, probleminizlə bağlı tez cavab almaq üçün chatdan sual verə bilərsiniz. Mühüm yerləşmə məlumatı bölməsini mütləq nəzərdən keçirin. Bütün detalları daxil etdikdən sonra növbəti əməl, məlumatın yoxlanılması düyməsinə klikləyin. Məlumatların yoxlanması səhifəsində daxil etdiyiniz məlumatları nəzərdən keçirin. Dəyişiklik etmək lazımdırsa, məlumatı dəyiş düyməsinə klikləyərək əvvəlki səhifəyə qayıdın. Bron və sığorta şərtlərini diqqətlə oxuyun, oxuduğunuzu və şərtlərlə razı olduğunuzu təsdiqləmək üçün qutunu işarələyin. Sonra indi bron et düyməsinə basın. Əgər tarif qaytarılmayan növdəndirsə, bron üçün dinamik paketinin tam dəyərini 2 saat ərzində ödəməlisiniz. Pulsuz ləğv tarifində isə yalnız aviabiletin dəyərini ödəməyiniz kifayətdir. Bilet rəsmiləşdirmə prosesi zamanı qiymətin dəyişə biləcəyini nəzərə almağınızı bildiririk. Əgər qiymət artımı ilə razı deyilsinizsə, bron ləğv ediləcək və pulunuz geri qaytarılacaq. Dinamik paket 2 saat ərzində ödənilməzsə, heç bir cərimə tətbiq edilmədən avtomatik ləğv olunacaq. Tam ödənişdən sonra aviaşirkət biletinizi, otel isə voucheri rəsmiləşdirəcək. Bu proses 5 dəqiqədən 3 saata qədər davam edə bilər. Elektron biletiniz bron zamanı göstərdiyiniz e-poçt ünvanına göndəriləcək. Bron üçün ayrıca bir istinad nömrəsi təyin olunacaq və bu nömrə ilə menyu müştəri idarə etməsi bronlar bölməsindən bron və əlaqəli sənədləri tapa biləcəksiniz. Biz dinamik paketləri sizin rahatlığınız üçün yaratdıq, vaxtınıza qənaət etmək və öz komissiyanızı idarə edərək qazancınızı artırmaq imkanı vermək üçün. Onlar haqqında uzun-uzadı danışa bilərik, amma onları özünüz sınamaq daha yaxşıdır. Sizə uğurlu və sürətli bronlar arzulayırıq.
Video başa çatdı, amma 24/7 dəstəyimiz heç vaxt dayanmaz. Əgər suallarınız varsa, bizimlə birbaşa əlaqə saxlamaqdan çəkinməyin.